Salam dövlətim, xalqım, millətim, vətənim. Bir dəhşətli görünüşdür. Şüşə binalar, üstündən də kauçuk. Nədə o xaladilinin üzrə çəkilən maçalkalardan çəkirlər. Bütün Bakı bugündədir. Bu zəlzələ zamanı hara qaçacaq? Biz göy adamlarıyıq mı? Biz göy adamı, yox, göyün quşlarıyıq mı? Nədir bu, qartallarıyıq mı? Bu nədir yer adamı olaraq yaşayası? Əslində isə 12 mərtəbədən artıq binalar olmamalıdır bu şəhərdə. Bu zəlzələ zamanı baxın, arxada görünür. Bir-birinin içindən binalar tikirlər. Dünya getdikcə vəlvələyə, zəlzələyə düşür. İnsanlar hara qaçacaq? Baxın, bu hündürlükdən, tutaq ki, bu tərəfdə yol var. Bura ensə, insan, buradakı insan hara qaçsın? Bu nə müsibətdir, bəladır, düşmüşük. Ağacları kəsirlər, nə bilim, təbiəti koruyurlar, axırımız yoxdur. Mən dövlətimi də, ölkə başçımı da, millətimi də, xalqımı da sevən insanım. Artıq öz yaşayış sahəmdən də qorxuram. Hara gedək? Hara gedək? Milləti yer evləri əlindən alanda döyürlər, öldürürlər, buzderə salırlar. Başına oyun açırlar. Zorla soxurlar bu daxallara. Özdə bu evləri kim alır? Mən hələ görmədim bir fağır belə qiymətə 1500-ə, 1200-ə kvadratı ev alsın. Bu evləri kimlər alır? Kimin üçün tikirlər bunu? Baxan yox, bir şey yox. Ağlına gələn şirkət rəhbəri gəlir, ağlına gələn yerdə pulunu basır, ev tikir. Bina tikir daha doğrusu. İçində də maçalkadır bunların hamısı. Bu nədir? Şüşələr nədir? Belə bir şey olar mı? Göyün üzündə şüşə olsun. Bir balaca sirkələrsə hamısı qırılıb döküləcək. Üstündə bəziyirlər, örtürlər. Bu yaxınlarda yağış yağdı, dünən yox sırağı gündə. Bütün evin damları hamısının təzə binalarda tökülmüşdür. Evlərin içinə, millətin hamısının. İndi bilən yoxdur. Deyəndə də qorxurlar, deməyə də qorxurlar, səsini çıxarmırlar. Təsəvvür elə ki, 25 illik hər insan var ki, mən tanıyıram ki, 25 il 1500 manat ödəyəcəkdir. 220 manat, 300 manat, 400 manat alan insanlar necə belə evlərdən alsınlar? Müsibətə düşmüşük. Bir çarəsi tapılmalıdır, həqiqətən də. Belə şey olmaz. Şəhər nə gündədir, bədbəxtçilikdir. Baxa bilmirsən heç. Dünən getmişəm Əhmədli tərəfə doğru, müsibətdir. Ya dolaşıq körpülərdir, ya da ki, bax belə binalardır. Nə deyim, Allah köməyimiz olsun.